Bugün biznes menecerə necə access vermək lazımdır? Bu barədə danışacağıq. Adətən şirkətlər müəyyən agentliklərə və ya şəxslərlə işlədiyi zaman agentlik onlardan access istəyir. Bu accessi necə veririk? Hal-hazırda sizə onu göstərəcəm. Giriş edirsiniz business.facebook.com-a. Burada daxil olduğunuz zaman sol yuxarı tərəfdən öz biznes menecerinizi seçirsiniz. Giriş etdikdən sonra settings, sol aşağıda settings bölməsinə daxil olursunuz. Buradan sağda invite people bölməsindən invite people seçirsiniz və bunu da qeyd edeyim ki, biznes menecerə accessin verilməsi mail üzərindən olur. Qarşı tərəfdən Facebook'una bağlı olan mail adresini istəməyiniz lazımdır bunun üçün. Bura mail adresini daxil edirsiniz. Burada additional settings bölməsi var. Əgər siz bir müddət işləyəcəksinizsə agentliklə və yaxud da şəxslə temporary access, müvəqqəti idarəçilik verə bilərsiniz. Məsəl üçün siz 2 aylıq, 3 aylıq işləyəcəksiniz, həmin tarixə uyğun olaraq seçirsiniz. Məsələn, deyək ki, oktyabrın 24-nə kimi işləyəcəyik və oktyabrın 24-ünü seçib next-ə klikləyə bilərsiniz. Həmin tarix tamam olduqda access yekunlaşacaq. Mail adresini qeyd etdik, next-ə klikləyirik. Burada accessin seçirik ki, biz full verməyimi istəyirik. Hər hansı bir proqram varsa ona mı access veririk və ya da full kontrolu biz seçə bilərik buradan. Next-ə klikləyirik. Buradan asseti, yəni öz səhifəmizi seçirik. Burada müxtəlif accesslər var. Content-dir, mesajlar, zənglərdir, reklamdır, insightlardır. İstədiyinizi seçə bilərsiniz və yaxud da ən aşağıya gəlib full kontrol seçimində edə bilərsiniz. Həmçinin burada add account hissəsi var, reklam hesabı. Reklam hesabı da vacibdir idarə etməkləri üçün. Bunu da seçib kampaniyaların idarəsidir, performansa, yəni analitikaya baxmaq üçün bir performans verə bilər. Buradan da yəni istədiyinizi seçə bilərsiniz. Həmçinin full kontrol verə bilərsiniz. Kataloqlarda eyni qaydada və əsas bölmələrdən biri Instagram hesabıdır. Bunu da klikləyib istədiyiniz qismə accessi və yaxud da ki full kontrol verə bilərsiniz. Bunları seçdikdən sonra özünüz daha detallı bir şəkildə oxuya bilərsiniz. Bu seçimləri etdikdən sonra next-ə klikləyirik. Burada son olaraq invitation'ı, dəvəti review edirik, gözdən keçiririk. Hər şey qaydasındadırsa send invitation'a klikləyərək dəvəti göndəririk. Bu zaman qarşı tərəfdən olur. Qarşı tərəfin mailinə bir e-post gəlir və oradan daxil olub dəvəti təsdiqləyir. O təsdiqlədikdən sonra isə dəvəti qəbul etdiyini və aktiv olduğunu bu hissədən biz görə biləcəyik. Və bunu da qeyd edeyim ki, siz dəvəti göndərdiyiniz zaman qarşı tərəfin təsdiqləməyi üçün 30 gün vaxt verilir. 30 gün ərzində təsdiqlənmədikdə yenidən bu prosesi təkrarlamalı olacaqsınız. Bu məsələni də qeyd edeyim. Belə biznes menecerə accessin verilməsi bu şəkildə idi. Ümid edirəm ki, faydalı oldu. Əgər faydalı oldusa da kanala abunə olmağı unutmayın. Təşəkkürlər izlədiyiniz üçün.